Bir də buradan belə götür. Prosesi görsünlər nə hazırlayırıq. Sonra inşallah davamını gələn videolarımızda görəcəklər. Keçək prosesə. İndi atlıq hazırlayırıq birinci növbə. İstiyini doldurub, 5 zaman fırına göndərməli ki pişsin. Az bir miqdarda. Sonra isə bükəcəyik bunu. Gətirə bilirsən Axan? Bu qaydada tarım şəkildə yaymalıyıq içinə. Bəli. Yaxşı aşpazın xüsusiyyətləri nədir? Yaxşı aşpaz birinci növbə məsuliyyətli olmalıdır. İkinci növbə təmizkar olmalıdır. Yəni, məsuliyyət hiss eləməsən, təmizkar olmasan, sən qızıldan yemək pişir, heç kim üçün maraqlı deyilsən. Birinci növbə təmizliyin olmalıdır. İkinci növbə məsuliyyətin olmalıdır ki, özündə artım elə biləsən. Çox şey öyrənə biləsən. Gəldim, baxdım, yedim, içdim, getdim deyil. Gündə bir şey uğramalısınız buradan. Siz bir gün az qalsa sizə heç olmayacaq. En azından gedib yarım saatdan sonra yemək tapıb dükkandan alıb yeyə biləcəksiniz. Düzdürmü? Amma nəsə uğrayın aparın. Gündə 5 dənə, 6 dənə şef gəlir, gedir bura. Hərəsindən bir şey öyrəsəniz, gör nə qədər biliyiniz olar sizin. Bıçaqların növləri istifadə məqsədləri hansılardır? Bıçaqların növləri çoxdur. Ət bıçağı var, ət soyma üçün var, ət doğramaq üçün var, sushi bıçağı var, karving bıçağı var, salat bıçağı var. Bıçağın növləri çoxdur uşaqlar. Hər bıçağın öz nümunəsi var. Adi, mən keçən naviyyatımızda nabor göstərmişdim sizə ki, sırf o naborlardan ancaq dekorlar istifadə olunur. Yəni, hər bıçağın